Keçimizi də hotlamışıq. Adam var ki, fulun şəraiti var, amma ki, heç nə eləmirlər də, heç. Mən biraz çətinçilik çəkirəm, şəraitsizlikdir də, indi özünüz görürsünüz. Amma bu şəraitsizlikdə belə nəsə eləməyə çalışıram. Çünki insanın əsas odur ki, zehnində sərhədlər olmasın, zehnində, yəni, necə deyim, maniyələr olmasın. Şükür olsun Allah'a ki bizim zehnimizdə maniyələr yoxdur. Düzdür, beləncə şəraitimizdə maniyələr var, şəraitsizlik var. Allah'a çox şükür. Bir dənə bunu qeyd eləmək istəyirəm ki, mən bunu Şamaxıda Beynəlxalq Barbekü Festivalı keçirirdi Azərbaycanda ilk dəfə. O tədbiri təşkil edənlərə hər kəsə təşəkkürümü bildirirəm. Çünki o tədbir Can Azərbaycanımızın milli mətbəxinin nə qədər ləzzətli, dadlı təamlar olduğunu, necə dadlı yəni yeməklərimiz olduğunu bir daha sübut elədi. Xaricdən şeflər gəlmişdi Şamaxıda Beynəlxalq Barbekü Festivalına. Orada bizim Azərbaycan mətbəxinin dadlı, ləzzətli yeməklərini daddılar xarici şeflər. Yəni bir sözlə orada dünyanın hər bir ölkəsindən şeflər var idi. Mən gözümlə şahid oldum oradakı. Bizim necə milli mətbəximizin dadlı, ləzzətli yeməkləri var. Sadəcə biz Azərbaycanlı olaraq hamı bir-bir əl-ələ verməlidir bir nəfər kimi bacardığı qədər bizim bu milli mətbəximizin dadlı, ləzzətli yeməklərini xaricə tanıtmalıyıq. Mən qarşıma məqsəd qoymuşam. Allah hamıdan kömək olsun, Allah hamıya kömək olsun. Mənə dəstək olan hər kəsə kömək olsun, mənə də Allah kömək olsun. İnşallah mən biləm ki, mənim bu fikrim ki var ha, milli mətbəximizi, Can Azərbaycanımızın gözəl yeməklərini xaricdə tanıtmaq, tədbirlərdə iştirak eləmək. Kimlər kömək olsa mənə, mən onların qarşısında, hamının qarşısında baş əyirəm. Təşəkkürümü bildirirəm. İnşallah bu fürsəti yaratdıqları üçün də mənə beynəlxalq tədbirdir. Fevral ayının 8-dən 16-sına, 14-ünə kimi inşallah. Allahın köməkliyi ilə orada da bacardığım qədər səmimi qəlbdən, yəni inamımla inşallah nələrsə eləməyə çalışacağım. Hamınıza təşəkkürümü bildirirəm.